Dünən getmişdik UFC eventinə. Yəni tarixi bir event idi Azərbaycanda ilk dəfə. Mən özüm də UFC-yə uşaqlıqdan baxan olmuşam, Tank Ebbet'in vaxtlarından. Ona görə də mənim üçün böyük bir tema idi. Mən belə başa düşdüm ki, əgər döyüşə detallı şəkildə rahat baxmaq istəyirsənsə, eventin özünə getməyin mənası yoxdur. Çünki ya gərək çox bahalı bilet alasan, yaxından baxasan. Yəni uzaqdan baxanda da bizim yerimiz elə idi ki, yəni aktiqanı görmək olmurdu. Çox çətinliklə görürdük. Ona görə məcbur monitordan baxırdıq. Mən Amerikada olan dostlarımdan da soruşdum ki, bəs Amerikada da belədir. Yəni ringi görmək olmur. Ring deyəndə aktiqanı görmək olmur. Deyir, bizdə də yəni çox adam monitordan baxır. Yəni bir event belə olur. Ona görə də belə başa düşdüm, əgər döyüşə baxmaq istəyirsənsə, rahat şəkildə yaxşı evdə oturub baxmaqdan, amma belə ümumi atmosferanı hiss eləmək istəyirsənsə, eventə getmək yaxşıdır. Belə hər şey yaxşı idi. Pis olan nə idi? Pis olan tərcüməçi xoşumuza gəlmədi. Yəni tərcüməçi bütün atmosferi öldürürdü orada. Çünki misal üçün Nazim Sadıqova Michael Bisping döyüşdən sonra intervyu eləyir. Michael Bisping də UFC-nin əfsanəvi döyüşçülərindən biridir. Nazim Sadıqova deyir ki, "This is the best fight I have ever commentated." Yəni Azərbaycan yəni demək istəyir ki, bu döyüş indiyənə kimi mən şərh elədiyim ən yaxşı döyüşlərdəndir. Yəni bu sözü tərcümə eləmək, bu cümləni tərcümə etmək çox vacib idi. Çünki Michael Bisping kimi adam belə bir şey deyirsə, onu yəni sən düzgün tərcümə eləməliydin. Ümumiyyətlə amma ümumiyyətlə tərcüməçi o sözü tərcümə eləmədi, o cümləni tərcümə eləmədi. Çünki belə tərcüməçinin də belə baxıram, MMA-dan anlayışı yoxdur, UFC-dən anlayışı yoxdur. Yəni Michael Bispingi tanımır. Yəni o sözün nə qədər vacib olduğunu tərcümə eləməyin, yəni mənasız bilib. Ona görə öz bildiyi kimi tərcümə edir. Yəni bütün atmosferi öldürürdü. Daha sonra Tofiqin uduzmağı pis oldu. Amma Nazim Sadıqovun udmağı yəni dəhşət bir şey idi. Yəni Rocky kinosu kimi bir şeydi. Yəni birinci raundda korpusdan moşnudlar buraxdı. Amma dözdü. Ondan sonra ikinci raundda nokaut elədi. Yəni dəli bir şeydi. Yəni o atmosfer bomba idi orada. Hamı qışqırdı, elədi, bağırdı, ləzzət elədi. Sonra UFC-nin papağını, UFC-nin sumkasını almaq istəyirdi orada. UFC-nin sumkası 850 manat idi. 850 manat. Yəni 850 manata ikinci əl normal velosiped almaq olar da. UFC-nin papağı 100 manat idi. Yəni ona görə heç nə almadıq. Atak belə yəni bomba eventi idi. Tarix idi. Getdik, baxdıq, ləzzət elədi. Amma yəqin ki, gələn dəfə olsa mən yəni belə oturub evdən rahat baxaram. Belə.